Buğa bürcünə doğrudan da uğur gətirən şeylər onun xarakterinə, enerji sahəsinə və planet idarəçiliyinə uyğun olan elementlərdir. Aşağıda buğa bürcünə uğur gətirən əsas faktorlar sadalanır. 1. Təbiətlə bağlılıq və torpaq elementi. Bağçılıq, təbiət qoynunda vaxt keçirmək, torpaqla işləmək, buğanın ruhunu qidalandırır. Torpaq elementindən olan əşyalar, gil qablar, daşlar, ağacdan hazırlanmış əşyalar ona uğur gətirir. Qiymətli və təbii daşıl ağat, mələk daşı, aventurin, buğa üçün uğurludur. Bu daşlar onun enerjisini tarazlayır, bərəkət və rahatlıq gətirir. 3. Sabitlik və maddi təminat. Maliyyə sabitliyi, ev və mülkiyyət sahibi olmaq, buğa üçün uğurun göstəricisidir. Qazanılmış rahatlıq və təhlükəsizlik hissi onun motivasiyasını artırır. 4. Gözəllik və estetikaya yönəlmiş fəaliyyətlər. Moda, dizayn, musiqi, kulinariya sahələri. Buğanın daxili potensialını oyadır. Estetik zövqə uyğun əşyalar, ətirlər, parfümlər və gözəl məkanlar ona ilham verir. 5. Səbir və ardıcıllıq. Buğa bürcü səbirli və məqsədinə sadiq olduqda uzun müddətli uğurlar əldə edir. Tələsmədən hər addımı düşünərək atmaq onun üçün daha məhsuldardır. 6. Uğurlu günlər və rəqəmlər günü, Venusun günü. Buğa üçün xüsusilə uğurludur. Altın və 4 rəqəmləri ona müsbət təsir göstərir. Rənglər, yaşıl, bej, torpaq rəngləri buğanın enerjisini artırır. Bu rənglər geyimdə, ev dekorasiyasında və ətraf mühitdə istifadə olunduqda uğur gətirə bilər. Qısa məsləhət, daxili sabitliyini qoruyaraq gözəllik və rahatlıq axtarışından vaz keçmə. Təbiətlə əlaqədə qal, səbirlə hərəkət et, uğur sənə doğru gələcək.